Başka bir hadiste biz İmam Sadık Aleyhisselam'dan görürük ki buyurur ağa Kur'an Kadir gecesinde bir defaya nazil oldu. Lakin Peygamber'e Aleyhisselam'a hadislere uygun olarak hisse hisse çaktırıldı. Yani o hadiseler gedişatda hisse hisse çatdırıldı. O elə dövr var idi ki, o müharibə dövründə görürsən peyğəmbərə o Quranda aya yolları göstərir ki, yəni o dövrə uyğun. Ona görə İmam Cəfər Sadıq buyurur ki, hadisələrə uyğun olaraq hissə-hissə çatdırıldı. Sual oluna bilər, niyə Quran tədricən nazil oldu? Alimlər bir neçə hikmət qeyd ediblər. Buyururlar ki, Peyğəmbərin qəlbini möhkəmləndirmək. Bayaq oxuduğum Furqan 32-də biz sənin qəlbini möhkəmləndirmək üçün belə etdik. İkinci cavab da budur, hadisələrə uyğun hökm. Hadisələrə uyğun. Məsələn, müharibə var idi, suallar olurdu, müsəlmanların problemləri olardı. Və bu ayələr o zamana uyğun nazil olurdu. Gedişata uyğun, şəraitə uyğun nazil olardı. Başqa cavab budur ki, insanlar onu asan öyrənsin. Əgər Quran bir dəfəyə gəlsəydi, insanların hamısı, yəni sahabaların özü qəbul etməkdə çətinlik çəkərdilər. Deməli, hissə-hissə gəlməklə onların yazırdılar daşlara, dərilərə, xurma liflərinə. Bəzi sahabalarımız, məsələn, Əmir Əl-Müminin Əli əleyhissalam hafiz idi, onlar onu yadında saxlayırdılar. Çoxu daşlı yazıldılar. Dediyim kimi, dərilərə yazırdılar. Daşlara yazırdılar. Quran-Kərim Lof-u Məhfuzdan dünya səmasına nazil olub, Qədir gecəsi Cəbrail vasitəsilə Peyğəmbərə 23 əlcizində ki, insanlara çatdırasan, nazil olub. İmam Əli əleyhissalam buyurur, Quran elə bir kitabdır, zahiri gözəldir, batini isə sonsuz dərinlikdir. Quran-ı Kərim Vaqiə surəsi ki bizdə var, əzizlər, Vaqiə surəsi 56-cı surədə, Vaqiə surəsində Allah-u Teala 75-ci ayədə belə buyurur. Bismillahirrahmanirrahim. Fəla uqsim bi məvaqin nucum. Rəhman və Rəhim olan Allahın adı ilə ulduzların mənzillərinə and olsun. Ulduzların o hərəkətinə, batan yerinə, o hərəkət saatlarına and olsun. Və innəhu ləqəsəmun ləv təlamuna azim. Kaş bəndələr bunun böyük bir and olduğunu biləydilər ki, mənim içdiyim ulduzların mənzillərinə, o hərəkət yerinə, batan saatlarına, kaş biləydiniz bu and nə böyük anddır. İnnehu la Quranun Kərim. Həqiqətən bu Quran çox qiymətlidir. Fi kitabin məknun. O qorunub saxlanılan bir kitabdır. Ona hörmət olunan bir kitabdır. Onun ehtiramını saxlamağa layiq bir kitabdır. Allah kəlamıdır. La yəməssuhu illəl mutahharun. Ona yalnız pak olanlar toxuna bilər. Yalnız pak olanlar toxuna bilər. Yəni Quranın o ehtiramını Allah bizə deyir ki, vacibdir onu qoruyasınız. O
andı da içdi ki, biləsiniz, böyük anddır. Ona ancaq pak olanlar toxuna bilər. Yəni biz Quranı dəstəmazsız əl vura bilmirik. Boynumuzda qüsul olsa, Quranın hərflərinə əl vura bilmirik. Ona görə Allah deyir ki, pak şəxslər buna əlini vursunlar, bunu oxusunlar. Tənzilun min Rabbil alamin. Bu alamların Rəbbindən nazil edilmişdir. Demək, bu ayda Quran nazil olub. Biz də Qədir gecələrində Quranı qarşılamaq üçün məscidlərə gedir, xüsusi Hüseyniyələrdə oluruq, yatmırıq ki, Allah sən Quranı nazil edirsən, biz də qarşılayırıq. Başımızın üstündə qoymaqla, yəni biz onu müqəddəs bilib, canımızdan, başımızdan da əziz bilib, bizdən üstün yerdə, yəni görürsən, uca yerimiz başdır, onun üstündə qoyuruq ki, bu bizim hamımız bu müqəddəsliyinə, bu böyüklüyünə bizdən üstün, yəni bizə yol göstərdiyinə görə biz onu başımız üstə gəzdirərik. Yəni bu cür qarşılayırıq, ehtiram edərik, içindəkilərinə əməl edərik. Bu mənaları verir. Əzizlər, Qurani Kərimin Allahın insanlara göndərdiyi son və ən böyük ilahi kitabdır. Və Məhəmməd Peyğəmbər də, əleyhissalam da axırıncı Peyğəmbərdir. Axırıncı Peyğəmbərdir. 40-cı ayədə Əhzab surəsində Allah Teala o barədə buyurur. Bismillahirrahmanirrahim. Makana Muhammedun aba ahadin min raculikum. Rəhman və Rəhim olan Allahın adıyla Məhəmməd əleyhissalam kişilərinizdən birinin atası deyil və lakin Rasulullah. O Allahın Rəsuludur və xatamən nəbi və peyğəmbərlərin sonuncusudur. Və kan Allaha bi kulli şeyin alima. Allah hər şeyi biləndir. Burada Allah bizə dedi ki, peyğəmbərlərin sonuncusudur. Quran da Allah ona nazil etdi və ondan sonra peyğəmbər olmayacaq. Peyğəmbər əleyhissalamın işini aparan imamlarımızdır. İmamlarımız hamısı şəhid olub, axırıncı imamımız mütləq Allah zuhurunu inşallah təcil eləsin, o gələcək. O zülmlə dolan dünyanı ədalətlə dolduracaq. Tamam dünya İslam dinində olacaq. İnşallah bu barədə də İnşallah ümidvaram xəbərdarsınız. Qismət olar bacardığımızdan gələcək söhbətlərdə danışacağıq inşallah. Burada Quran-ı Kərim haqqı batıldan ayıran, insanlara doğru yol göstərən, aydın, şəkki, şübhəsi olmayan, ona inananlara hidayət yolu göstərən bir kitabdır. Sonuncudur. İnsanların hidayəti üçündür. Bəqərə surəsi 2-ci surədir. 185-ci ayədə Allah Teala onun haqla batili ayıran kitab, insanlara doğru yol göstərən kitab olduğunu bizə buyurur. Şəhr-ü Ramazan əlləzi unzilə fihil Quran. Ramazan o aydır ki, Quran onda nazil olunub. Hudan linnaz və bəyinati minəl huda vəl furqan. İnsanlara doğru yol göstərən, doğru yolun və haqqla batildən ayırmanın açıq dəlilləri olaraq bu kitabda vardır. Yəni insanlar hamısını burada özü tapa bilər bu yolları. Açıq dəlillər vardır burada, deyir bizə.
Quranın nazil olmasının əsas məqsədi insanları hidayət etmək üçündür. Bu elə bir kitabdır. Onda şübhə yox, təqvalılar üçündür. Bəqərə surəsinin 2-ci surədir. Elə 2-ci ayəsi. Zalikal kitab la reyb fi hudan lil muttaqin. Bu elə bir kitabdır. Onda şübhə yoxdur. Hikmətlə doludur. Allah kəlamıdır və təqvalılar üçün hidayətdir. Yəni Quran insanları zülmətdən nura çıxarır. Haqq yolu göstərir, əzizlər. İnsanı Allaha yaxınlaşdırır. İmam Səccad əleyhissalam buyurur, dünyada heç kim olmasa, bir Quran olsa məndən heç qorxmaram. İbrahim surəsi 14-cü surədir, əziz cəmaatımız. O İbrahim surəsinin elə birinci ayəsində Müteal Allah buyurur, Bismillahirrahmanirrahim. Rahman və Rahim olan Allahın adı ilə Əlif, Lam, Ra, kitabun ənzəlnahu ileyk. Sənə nazil etdiyimiz kitab lituxricən nas minə zulumati ilə nur. İnsanları qaranlıqlardan nura çıxarmağın üçündür. Yəni şükrə layiq olan Allahın yoluna aparmağın üçündür bu kitab. Nura çıxartmaq üçündür insanları. Ayəni təkrar edim Allahın iznindən. Lituxricən nasə minə zulumat ilə nur. İnsanları qaranlıqlardan nura çıxarmaq üçündür. Rəbbinin izni ilə yenilməz qüvvət sahibi, şükrə layiq olan Allahın yoluna aparmağın üçündür. Allah belə buyurur bizə. Deməli, kitab insanları zülmətdən nura aparmaq üçündür. Hidayət yolu göstərmək və qurtuluşa aparmaq üçündür. İmam Əli əleyhissalam buyurur, Quran elə bir nurdur ki, onun işığı heç vaxt sönməz. Heç vaxt sönməz. Peyğəmbər əleyhissalama ilk nazil olan ayalar demək 5 aya olub 96-cı surədə Ələq laxtalanmış qan surəsində Hira mağarasında Rəcəb ayının 27-si Məbəs günündə 40 yaşında Peyğəmbər orada ibadət eləyəndə Cənab-ı Cəbrail gəlib və buyurur ki, İqra bismi rabbikallazi xalaq. Rəhman Rahim olan Allahın adı ilə, yaradan Rəbbinin adı ilə oxu. Peyğəmbər buyurur, mən oxuyan deyiləm. Xalaqal insan min ələq. O insanı laxtalanmış qandan yarattı. İqra və rabbukal akram. Deyir, oxu. Sənin Rəbbin ən böyük kərəm sahibidir. Əlləzi əlləmmə bil qalam. O Rəbbin qələmlə yazmağı öyrətdi. Əlləməl insana malam yələm. İnsanın bilmədiyini şeyi öyrətdi. Yəni Cəbrail əleyhissalam oxu yaradan Rəbbinin adı ilə bu ayəni Peyğəmbərə gətirdi. O insanı laxtalanmış qandan yaratdı. Oxu, sənin Rəbbin ən böyük kərəm sahibidir. İlk nazil olan Quranın ayalarıdır bu 5 aya ki nazil olmuşdur. İndi Quran nazil olanda bizdə hədislərdə var ki, möcüzələr baş verib. Qeyd olunur Peyğəmbərə vəhy gələndə Peyğəmbər qeyri-adi hadisələr baş verirdi. Peyğəmbərin halı dəyişirdi, əziz cəmaat. Sahabalar deyir ki, Peyğəmbərə vəhy nazil olanda onun üzü dəyişərdi və çox ağır bir hal yaşayardı.
Çünki Quran Allahın böyük kəlamıdır. Zəhmi var, ağırlığı var. 59-cu surə 59-cu surə Həşr surəsidir Qurani Kərimdə. Allahu Teala